Dərsdən sonra evə qayıdan uşaqlar vaxt itirmədən ev tapşırıqlarına başlayırlar. Hər iki valideyn övladlarının dərslərinə nəzarət edir. Mən valideyn kimi üzərimə düşən yük onların təhsilidir, onların sağlam böyüməsidir. Üzdən göründüyü qədər o qədər asan deyil. Arxasında səbir, uşağa məhəbbət, yəni bu kompleks şəkildə olmalıdır. Mən özüm hal-hazırda Uşaq İncəsənət Məktəbində müəllimə işləyirəm, xanəndəlik ixtisası üzrə və dərs saatlarını qəlblərində sabah üçün yeni ümid və həvəs yaranır. Rəşad Rəşidov, Tərlan Salahov, Əhsən Ələkbərova, İTV Xəbər, Sərdan. Hər daşı, hər qarışı qəhrəmanlıq dastanından şahidlik. Bir zamanlar dağıdılan dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi tam bərpa oldu. Bəstəkarın anadan olmasının 140 ili mədəniyyət paytaxtımız Şuşada qeyd olunub. Üzeyir Hacıbəylinin ev muzeyi 1959 ildə yaradılıb və həmin dövrdə orada 1700 eksponat nümayiş etdirilir. İşğal dövründə işğalçılar burada olan 1600 eksponatı məhv ediblərsə, geriyə yalnız 100 eksponat və muzeydən belə lövhələr qalıb. Üzeyir Hacıbəylidən qalan mədəni irs və musiqi xəzinəsinin dəyəri isə çox böyükdür. Dahi bəstəkarın Şuşada bərpa olunan ev muzeyi bu irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Muzeyin birinci mərtəbəsində Üzeyir Hacıbəylinin ailəsi, uşaqlıq illəri və təhsili ilə bağlı sənədlər, məlumatlar və müxtəlif eksponatlar nümayiş etdirilir. Bu mərtəbədə yerləşən ikinci otaqda isə onun Qori müəllimlər seminariyasındakı təhsili, pedaqoji fəaliyyəti, müəllifi olduğu əsərlər və çap edilmiş məqalələri əks etdirən materiallar sərgilənir. Otağın divarlarından birində isə Üzeyir bəyin məşhur Sənsiz romansının notlarından ibarət fragment xüsusi yer alıb. Bura gəlmək yeri mümkün idi. Üzeyir Hacıbəylinin ev muzeyinə gəlmək özümüzə borcluyduk. Və burada çox maraqlıdır, xüsusi olaraq yəni ki, içəridə onun musiqi alətlərinin